Herkese salam, necəsiz qızlar? Gəlmişik Aygünün qızının ad gününə, çatırıq artıq. Qəşəng maraqlı ad günü eləyəcəklər, yəni özləri olacaqlar. Bir də biz, özü həyətdə olacaq. Maraqlı vlog gələcək, izləmədə olun. Hara gəlmişsən Kərim? Gezmeye. Gezməyə. Yak sen de kim oku? Etildiğin havada oku. Oku. Geldik şahta kızlar. Aziyana'nın plakatına baxın ne qəşəngdir. Alice diye buraya danış bak. İndi hal-hazırda fotosesiyadır. Sen de gel, sen de çekin gözler. Git. Nerede gitsen de seni çek. Video çəksən kız. Çəkəcək kapat. Kerim bak. Bakın bura bakın, bura bakın. Bura bakın. Ay kız bura bak. Az resmine bakmayın, bana bak. Hamısı dilim bana bakın size bak. Fotoğraf çekmeye. Bura bakmırsınız, bana bakmırsınız. Hiç olmaz все, çek. Редко-редко в самом деле он бывает по-моему, чтобы все друзья успели. Где цена до нас? Чтоб подарки присмотрели, чтобы громче хлопали. С днем рождения, Феня! С днем рождения, Феня! С днем рождения, с днем рождения, Феня! Было здорово, наверное, что другие не сосчитать. Это можно ежедневно, с днем рождения, ne diyorsun bak? 3'te. Bunun yaşı neydi yani? Ya bunun yaşı neydi? Sen vardın senden. 3 yaşın var. Niye geldin sen bizim buraya? Yine ya. Kimin ad günüdür bugün? Kimin ad günüdür? Akşenan Şena. Doğru. Sen çekiyorum bırak. İşte kim? Ne yaşın olur? Azerbaycanca bilmeyin. Neçə yaşı olur? 3 yaşı maşallah, koca alırsan ki bacı. Yani bir yere sayar. Mola geçelim. Lütfen orada duralım. Nasıl sayar? 1, 2, 3. İngilizce sayabilir miyim? Aa, biliyor maşallah. Tacın düştü, tacın düştü. Yaxşı. İngilizce sayabilir miyim? Dedim çıkart tabii ya. Kızla sana. Yok sen de ama aslında sen işte çek. Ayva. Ola uşaqların yanına gelirsən Meryem. 5'li 6'dı birinci mi? 6 yaşında var. Allah ömür versin. Bacın tebrik eləmək istəyirsən? Tebrik elələ bakalım.
Saçma bir şey oldu bile. Meryem sen niye oynamışsın? Benim kızım bu personajlardan korkar, bir şey görəndə. Elini ağzına vurmasın Meryem, kitap vuruptu. Meryem Hanım. Otur orada. Git de Meryem. Git Meryem, sen de git dur yanlarında git. Ben de geleyim bu. Ala. Bizi soksun. Yaxşı. Mam diyan da sen oyna. Hadi git diyan bana oyna. Ha, korkuyu var. Ala. Pardon. Bizim ne değil. Bak buradan mı çıkacak? Meryem sen de git. Meryem. Benim Git sen de. Git bacın yanına. Tamam. Tamam hadi küçük sen de yapıyorsun. Git yavaş. Ben yandım. Ben yandırım. Ben seçeyim. İndir Meryem. Eşim olsun. Happy birthday, Asena. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday, Asena.
Otur taşıdır. Kerim sen de git. Kerim oyna oyna oyna. Kerim sen de git. Git kocasına. Kerim dur şeklini çekeyim senin. Git yanına. Yok lan dur. Bura bak. Kimi süfreye bakanda bilinir ki bu Aygün'ün süfrəsidir. Bol bol sərikəli, Eşitmemi bir de de. içi akuratlı. Qara stəkan. Heç dadıdır. Bir dənə salad Kerim. Kerim burada da maşın tapıb özünə. Kerim. 25 oranlarda afsan çıxarsa, marketlər yansın. Saçma harbi sallıyor. Bizden kazandık mı? Gel girdim. Ay gel. Gel gel. Ehtiyatlı ehtiyat değdi. Yapsak öyle bir köyle. Kerim ne yiyirsən? Tortun çiçeğin. Otur. Deməli qızlar, dünən ad günündən bir damcı geç çıxdıq. Əslində biraz tez çıxsaydıq, gedib Sadətgillə görüşmək istəyirdik. Əslində getdim də evə, geyindim, keçindim, elədim. Prost Məryəm məndən əl çəkmədi ki, gedim görüşüm Sadətgillə. Çıxmaq istəyirdi şəhərə. Məryəmin tutması tutdu. Çox gözəldir bu da. Hə, o uşaq elədi də. Harasa gedir, yorulur ha qızlar. Füsə başı çönür onun. Orada da o qədər oynadı. Necə? Hə, təsəvvür eləyin qızlar. Ayrı vaxt Melisi görəndə ürəyə gedirdi də. Yəni qaça-qaça gedirdi. Sadətdə görüntülü yığdı. Nə qədər dilə tutdusa Məryəmə xeyri olmadı. Elə də xəcəbəzəkdə qaldım. Geyimli, keçimli də qaldım evdə. Gec idi deyə də Sadətgil gəlmədilər. Biz əslində dedim gəlin biz də oturağın, gec idi deyə gəlmədilər. Belə. İndi o vlogumuz qısa olmasın deyə, biraz uzun olsun deyə gəlmişəm dırnağın yanına. Dırnağımı yəni soruşan xanımlar hədsiz çoxdur. Keçən dəfə də çəkmişdim, bu dəfə də çəkəcəm. Dırnaq ustam qızlar. Bura adres necə gəzir? İnşaatçılar metrosuna yaxın. Nə tərəf? Mirəli Seyidov 62-dir. Hə, Mirəli Seyidov 62 nömrəsini qeyd eləyərəm. Kim istəsə yazılıb gələ bilər. Həm xanımın qiymətləri, ustamın həm qiyməti münasibdir qızlar. Həm də əl işi, yəni özünüz görürsünüz də. Özü də həqiqətən ürəkdir, hörmətcil. Yəni müştərilikdən əlavə insana hörmət qoymağı bacaran insandır. Nə də deyirik, mən kaprizli müştəriyəm də, belə deyirəm ki, bu dırnağı istəyirəm, o dırnağı istəyirəm. Yəni, ən sevmədiyim şeydir, mənə yox demir, yox bunu bacarmıram, yox məndə o yoxdur. Əksinə deyir, çətin dırnaq olanda öncədən mənə at, mən onu tapım sənin üçün hər şeyini gətirəm. Yəni, ideal bir dırnaq istəyirsinizsə uyğun qiymətə,
xanımla o tərəfəsini həqiqətən tanımıram. Üst formanı şəhərdə bilirsiniz, yəni qiymət olaraq neçə eləyirlər? Ən Keyfiyyətlə uyğun. həm münasib. Bəli, ən uyğun qiymətə xanım eləyir həqiqətən. İndi dırnağımın əvvəlini çəkdim. Görürsünüz, sonrasında çəkəcəm, baxarsınız. Dırnaqdan çıxdıq. Qəşəng dırnaqlar elədim, yaxından çəkəcəm qusunu da. Pəri şimdi çox acıdır. Elə düzdür, mən də acımacılmağına. Gedək gör. Qızlar, Pərvindən KFC-yə qanad aldıq. Bu qanadın 16-lıq qanad alanda bu kartoşka ödənişsiz verirlər. 2 dənə sos ödənişsiz verirlər. Orada bura KFC şartçılardır. Bu dırnaqlarımızı da göstərəm sizə. Deməli, mən belə çiyələk dırnaq elədim. Pərşqaya da belə limonlu bir şey elədik. Növbəti ayda demişik, daha belə fosforetinli dırnaqlar eləyəcək. Bu ay belə Pinterest style bir şey elədik. Yeməyimizi filan yeyək, görək keçək o bir tərəfə, görək buradan uşaqlara nə tapıb alırıq, hədiyyə əli boş getməyək. Ondan sonra gedəcək evə. Ayaq sarıyatqam az idi deyə vlogun davamını çəkə bilmədim. Telefonum getdi işinə. Bunlara girdik, biraz hədiyyə aldıq. Hədiyyə edəndə yüngül bir şeylər aldıq. Raskuraşka filan belə şeylər aldıq. Ama güzel idi herhalde. Gətirdik. Bugün yorulmamışıq, bizi bir də yorsunlar. 2 saata yaxındakı parkdadılar. Mən Parkda mənliyə çöküm ama oynayırlar. bunlar. O birisi oğlan da burada idman eləyir. Buna. O yəni 3 yaşındakı uşağın hüqqası deyil, amma neysə. Nə edirsən Kərim? Duman yiyeceğim. Nə idmanı? Yiymişten kokusu. Baklavalar çıkacak bu saat. Hani baklavaları göster. Atlar ekmansı kaldı. İdmançı qardaş. Hə qızlar, indi buradan da çıxıb da gedəcəyik. Evimizə, vlogumuzu burada sonlandırıram. İnanın ki, çox yorulmuşuq. Dırnaqda oturmaq adamı yorur. Şəhərdə biraz tez durmuşduq qızlar. Həkimlik işimiz falan var idi. Gece yatmıştık. Bəli, həkimə getmişik tezdəndən. Oradan getmişik, müştəri sifarişi var idi ki, yola salınmalı idi. Onu düzəltmişik. Oradan da qaçmışıq dırnağa. Dırnaqda da oturmaq insanı çox yorur. Getdiyimiz usta əla ustadır. Biraz salon diskomfortdur deyə həmişə orada biraz yoruluruq. Amma usta əladır. Belə. İndi də uşaqlar biraz parkda deyil. Yaxındır ki, oynayırlar. Artıq vlogumuzu yavaş-yavaş sonlandırıram. Çünki dediyim kimi hədsiz çox yorğunam. İnşallah növbəti vlogda görüşənədək gecəniz xeyrə qalsın qızlar. Görüşürüz. Yaxşı ki varsınız. Hələlik.